Bu Sabinova xanım, siz də model eləyirəm. Siz məni takip eləmirsiniz deyə sizi moderator eləyə bilməm. Deməli, bir dəfə taksi sifariş eləmişəm. Gözləyirəm ki, gəlsin. Görürəm, haransa fırlana gəlir də. Yəni, birbaşa gəlmir mənim. Haransa fırlana gəlir. Məndə də xəritədə yol başqa göstərir. Başqa yolla gəlir. Nəsə tələsirəm deyə gözləyirəm. Səhər tezdən də işə getməliyəm. Taksidə tapılmır. Səhər tezdən taksi çətin tapılır. Qiymət də ki, yaxşı qiymət yazır. 10 manat idi, 12 manat idi. Nəsə elə bir şeydi. Sürücü gəldi. Maşın qapısını açdım. Maşına oturanda görürəm arxada bir dənə qız oturub. Qız mənə belə baxır, mən qıza baxıram. İndi o qədər də onda sakit idim də, belə hayasızlığım yox idi. Deyə də bilmirəm, çatmır mən. İndi oturmuşam. Məcburiyyətdən əyləşmişəm də taksi. 12 manat da pul verirəm. Baxıram belə qızın üzünə. Ürəyim dözmədi. Qayıtdım dedim ki, mən başa düşə bilmirəm. Bu xanım kimdir? Mənlə niyə gedir? Mən qayıdıb nə desə yaxşıdır. Yol üstü deyir, xanım sizin gedəcəyiniz tərəfə gedirdi. Astanovkada dayanmış. Mən də müştəri də götürdüm də. Başladım, nə başladım? Dalaşmağa orada. Sizi də moderator elədim. Deməli, qızlar, bəylər adicə bəy soyadı gördünüz. Salam belə yazsa, onu səssiz atın, blok atın, nə istəyirsə fərq yoxdur. Ay, çox sağ olun, çox təşəkkür edirəm. Düzdür, xanımlar da var. Mən məsələn salam yazıb bloklasam, mən anam da salam yazsa, nə bilim, atam da salam yazsa bloka düşəcək. Niyə elə bir şeydir? Moderatorların blok atsınlar. Başını bıraxsan Allah, onlara bir oturub cavab yazsan. Gərək mən heç nə eləməyim. Ümumiyyətlə, heç bir xanım, heç bir qız gərək heç nə eləməsin. Mən burada gedib yeməkdə pişirsəm, nə bilim, xanımlara aid bir şey eləsəm də ki, burada başqa bir şey eləmirəm də, əyləşmişəm, sadəcə söhbət edirəm qızlarımla. Gənə də artıq əski yazacaqlar. Çünki bəzi insanlar var ki, səviyyəsizdir. İnansız bir dəfə canlı yayım açmışam. Deməli, profildə kapıl şəklidir də, yəni Ənvərlə mənim şəklimdir. Adda Sübhanə Ənvərdir. Yəni, öz adımla, yoldaşımın adıdır da. Gənə də götürüb canlıya yazırlar. Yəni, bu insanlar nə düşünür bilmirəm. Fatullayeva kimdirsə çox qəşəng deyir, düz deyir. Ənvər işlədi. Bax. Mən baxa bilirəm, buradan mənim canlı yayımımı kim paylaşıb. Baxmaq olur ona. Bəli, evlilik. Necə baxmaq olur ona? Hardan baxmaq olur? Aşağıda belə ox işarəsi var. Ora basıram. 2 nəfər göstərir ki, paylaşıb. Onu baxa bilmirəm. İndi 3 nəfər oldu. Hardan baxırlar ona? Hə, bu ki поделилась трансляцией, gördüm. Ancaq belə görmək olur. Bildiyim ancaq canlıda görmək olur. Mən bayaqdan axtarım. 12 nəfər oldu. Mən bayaqdan axtarım ki, kim paylaşıb görəsin. Çox sağ olun, çox təşəkkür edirəm. Mən də onu çox sevirəm. Sözüm söhbətim düşür izim.
Başım çıxmır da qızlar. Mən canlı yayım açmırdım. Mənim səhifəm, bizim səhifəmiz daha doğrusu, çox sağ olun hədiyyə üçün. Bizim səhifəmiz bəlkə də indiyə çox artmış olardı. Sadəcə elə oldu ki, Ənvər getdi əsgərliyə. Ondan sonra bir müddət mən heç nə paylaşmadım. Çünki bir il mən ancaq işləmişəm. Yəni 7-24 bildiyiniz işləyirdim də. Səhər çıxırdım saat 9-da evdən, 6-da işdən çıxıb 7-nin yarısı falan evə çatırdım. Evə çatan kimi də yeməyimi yeyirdim. Biraz dincəlirdim 1-2 saat, ya içeri olurdu, dincəlmirdim. Mənim şəxsi kiçik biznesim var, başlayırdım o işlə məşğul olmağa da, yəni sifarişlərimi hazırlamağa. Nə bilim, saat gecə 2, 3, 4 elə olurdu, səhər saat 4-5-ə qədər də, yəni belə. Sonra yenə də tezdən dururdum, 1-2 saat yatıb dururdum, gedirdim işə. Mən bir il bildiyiniz bu rejimdə olmuşam da. Ona görə hal-hazırda işləmirəm, çünki çox yoruldum. Hədsiz yoruldum da. Yəni bildiyiniz işləmişəm də. Yəni elə bir periodum mənim indiyə qədər olmayıb. Mən çoxdan işləyirəm, uzun zamandır işləyirəm. Amma mənim ən çox işlədiyim vaxt həmin o bir il olub.